Gənclər və İdman Nazirliyi PMD Project məhdud məsuliyyətli cəmiyyəti ilə iri həcmli müqavilə imzalayıb. Sinsemin 951 xəbər verir ki, müqavilə çərçivəsində İmarət stadionunun tikinti işlərinin birinci mərhələsinin satın alınması nəzərdə tutulur. Layihənin ümumi maliyyə dəyəri 60,5 milyon manat təşkil edir. Məlumata görə, İmarət stadionu UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun şəkildə inşa ediləcək. Stadion 11.700 tamaşaçı tutumuna malik olacaq və oyun meydançası təbii ot örtü ilə təmin ediləcək. Layihəyə əsasən arenada UEFA standartlarına cavab verən VVIP və VIP loungelar, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma geyinmə sahələri, media otaqları, muzey, şəhərçi otaqları və digər inzibati köməkçi bölmələr yaradılacaq. Bundan əlavə, stadion ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət buraxılış məntəqələri, eləcə də müxtəlif texniki bina və qurğuların inşası da nəzərdə tutulur.